Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, əsl səbir müsibət başa gəldiyi anda göstərilən səbirdir. Yəni, hadisə soyuyandan sonra göstərilən təmkin deyildir. Yəni, dərd insanın canını yandırdığı anda özünü tuta bilməkdir. Göz yaşları içərisində olsa belə təslimiyyət içərisində yalnız Allaha təvəkkül etmişdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu sözləri yaxınını itirən bir qadına söylədi. Qadın fəryad edirdi, ağlayırdı. Peyğəmbərimiz onu təslim etmək üçün səbri tövsiyə etmişdə. O Peyğəmbərimizi tanımadı və Allah Rəsuluna sərt cavab verdi. Sonra Peyğəmbərimizi tanıdı və Rasullahdan üzr istədi. Peyğəmbərimiz o anda bu sözləri söylədi. Əsl səbir müsibət başa gəldiyi anda göstərilən səbirdir. Bəli, bununla da Peyğəmbərimiz sallallahu aleyhi ve selləm insanın başına gələn müsibətlərin onun qəza və qədərin içərisində baş verdiyini, bunun bir imtihanı olduğunu, Allah Teala onu səbri ilə təslimiyyətini imtihan etdiyini bildirir. Peyğəmbərimiz sallallahu aleyhi ve selləm Allahın ən yaxın qulu olmasına baxmayaraq, o da həyatda bir çox müsibətlərlə, bəlalarla üzləşmişdir. Lakin özü o səbri göstərərək əshabına nümunə olmuşdur. Məsələn, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin hələ 18 yaş ayını tamamlamamış oğlu İbrahim dünyadan köçərkən Allah Rasulü ağlamışdı. Peyğəmbərimiz gözünü yolaraq, fəryad qoparaq ağlamağı qadağan etdi. Oğlu vəfat edərkən ağladı, sahabə də təəccüblə soruşdu ki, ya Rasulullah, sən də mi ağlayırsan? Peyğəmbərimiz isə buyurdu ki, bu mərhəmətdəndir. Göz ağlayar, qəlb kədərlənər, lakin bu dil və dodaqdan əsla Allahı razı etməyəcək bir kəlmə çıxmaz. Ey İbrahim, sənin aramızdan getməyinə görə biz çox kədərlənirik. İnsan həyatı boyu öz yaxınlarından bir gün uzaqlaşacaq. Belə bir müsibətlərlə, bəlalarla yüzləşəcəkdir. Lakin insanın başına gələn müsibət sadəcə ölümlə kifayətlənmir. Başqa çətinliklərlə də insan bu həyatda üzləşə bilir. Abdullah ibn Məsud radiyallahu anh deyir ki, bir gün Peyğəmbərimiz sallallahu aleyhi və səlləm əshabı ilə birlikdə söhbət edərkən qumun üzərinə bir dördbucaq şəkli çəkdi. Sonra o dördbucağın içərisində bir xətt çəkdi və o xəttin sağından və solundan ona əlavə xəttlər birləşdirdi. Dördbucağın kənarına isə başqa bir xətt çəkdi. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bunun nə üçün etdiyini belə izah etdi. Dördbucağın içərisindəki düz xətt insandır. Ona birləşən əlavə xəttlər insanın başına gələ biləcək müsibətlər, bəlalar. Əgər onun başına bir müsibət gəlməzsə, başqa birisi onun başına gəlməz. Dördbucaq insanın əcəlidir, dördbucağın kənarında olan xətt isə insanın arzu və xəyallarıdır. İnsan arzu edər ki, gözəl bir həyat yaşasın, uzun ömürlü olsun, başına heç bir müsibət, fəlakət gəlməsin, lakin insan əcəl çərçivəsində onun başına hər bir müsibət gələ bilər. Buna beraber Allah onun mükafatlandırə bilər. Yəni, dolayısıyla Peyğəmbərimiz sallallahu aleyhi ve sellem insan müxtəlif müsibətlərlə qarşılaşmaslarının qaçılmaz olduğunu bildirirdi və başta Peyğəmbərlər olmaqla dərəcə Allaha yaxınlıq baxımından insanlar hər bir müsibətlərə, bəlalara gülsər olmuşlar. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bu cür insanlara təskin etmək üçün bunu söylüyor. Müsibətlərlə üzləşən insanlara, mənim başıma gələn müsibətləri onlara xatırladın ki, onlar təskin olsunlar, rahatlıq tapa bilsinlər. Həqiqətən də Peyğəmbərimiz sallallahu aleyhi ve sellem hələ dünyaya gəlməmişdən öncə atasını itirmişdi. Anasını gözü doyunca görə bilmədi. Çox kiçik yaşlarında anasını itirdi. Babasını itirdi, əmisini itirdi, həyat yoldaşını itirdi, övladlarını itirdi. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem hər cür müsibətlərlə üzləşdi, lakin səbir nümayiş etdirərək əshabına nümunə oldu. Müxtəlif təhlükə və müsibətlərlə qarşılaşan bir mömin özünü diş tuta biləcək iman və müqavimətə sahib olmalıdır. Yəni, bir müsəlman başına gələcək müsibətlər qarşısında dərhal sarsılmamalıdır. Çünki bir müsəlman dünyanı abadlaşdırmaq,
bəşəriyyəti əhliyə etmək, ahirəti qazanmaqla məhsuldur. Başında gələcək bir problemlərə qarşı tədbir aldıqdan sonra yenə müsibətlərlə, bəlalarla üzləşərsə, səbirə sarılıb, yalnız Allaha təvəkkül etməlidir, əzmlə iradə ilə hərəkət etməlidir. Bu imtihanlardan müvəffəqiyyətlə keçmək və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem də buyurduğu kimi beli düşülsə də yıxılmamaq məsələdir. Allah Resulü sallallahu aleyhi ve sellem möminlə kafiri müqayisə edərkən nə buyurur? Bir mömin güclü külə əsdiyi zaman əylən, lakin kökü sağlam olan bir ağaca bənzir. Kafir isə güclü külə əsdiyi zaman əylən, sınan, hətta kökündən qopan bir ağaca bənzir. Mömin əldə etdiyi uğurları da, müvəffəqiyyətləri də, dünyada onu üz verən müsibət və fəlakətləri də dünyadakı imtihanın bir parçası olduğunu bilməlidir. Qulunu yaradan Allah Taala onun zəif cəhətlərini bildiyi üçün Rəbbimiz ayədə buyurur ki, insana bir zərər toxunduğu zaman o dərhal Allaha əl açıb dua edir. Ona bir nemət verdiyimiz zaman bu mənə öz biliyim sayəsində verilmişdir. Həqiqətən insan bir çətinliyə düşdüyü zaman Allaha yalvarmağa başlayır. Allaha əl açıb dua etməyə başlayır. Lakin bir müvəffəqiyyət üzləşdiyi zaman bu mənim uğurumdur, bu mənim bazarım, bu mənim istedadım sayəsində mənə verilmişdir. Amma Allah Teala ayının davamında nə deyir, nə buyurur? Xeyr, bu bir imtihandır. Lakin insanların çoxu bunu bilməz.